Ən-Nisa surəsi 176 ayədir. Rəhman və rəhim olan Allahın adıyla. Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Adıyla bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir. Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Həqiqətən bu böyük günahdır. Əgər yetim qızlarla ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan 2, 3 və 4 nəfərlə nikah bağlayın. Əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır. Qadınlarınızın mehirlərini könül xoşluğu ilə verin. Əgər onlar qəlbdən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yiyin. Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları səfehlərə verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin. Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağlad olduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan o mala toxunmasın. Kasıb isə qəbul olunmuş qayda üzrə yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq hesab çəkməyə Allah kifayət edər. Ata, ana və qohumların qoyub getdiyi maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da hissə müəyyən edilmişdir. Malın bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın. Özlərindən sonra zəif övladlar qoyub gedəsi olan şəxslər onlardan ötəri necə qorxurlarsa, o cür qorxsunlar və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar. Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu cəhənnəmə girəcəklər. Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula 2 qız hissəsi qədər pay düşür. Əgər qızlarının sayı 2-dən artıqdırsa, mirasın 3də 2 hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın 6da 1 hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, 3də 1 hissəsi anaya aiddir. Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi 6da 1-dir. Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu, Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən Allah biləndir, hikmət sahibidir. Əgər arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın 4də 1-i sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın 4də 1-i arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın 8də 1-i onlara çatır. Əgər kişi və qadının eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın 6da 1-i düşür. Onların sayı 1-dən artıq olduqda isə, hamısı həmin malın 3də 1-inə şərikdir. Bu, zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. Bütün bunlar Allah tərəfindən tövsiyə olunmuşdur. Allah biləndir, həlimdir. Bunlar Allahın hədləridir. Hər kəs Allaha və Peyğəmbərinə itayət edərsə, Allah onu altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük qurtuluşdur. Hər kəs Allaha və Peyğəmbərinə itayət etməyib, onun hədlərini aşarsa, Allah onu həmişəlik cəhənnəmə daxil edər. Onu rüsvay edici əzab gözləyir. Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan 4 şahid tutun. Əgər onlar şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açana dək evlərdə həbs edin. İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin.
Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin. Əlbəttə, Allah tövbələri qəbul edəndir, bağışlayandır. Allahın yanında yalnız o şəxslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir. Həqiqətən Allah biləndir, hikmət sahibidir. Günah işlər görməkdə davam edərək, ölüm yetişən anda, mən indi tövbə etdim deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq. Ey iman gətirənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədi ilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz, dözün. Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah çoxlu xeyir nəzərdə tutmuş olsun. Əgər bir arvadın yerinə başqa arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın. Məyər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri mi alacaqsınız? Siz onu necə geri ala bilərsiniz ki, bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm əhd-peyman almışdılar. Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və pis bir yoldur. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan qızları ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Cihad vaxtı əsir olaraq sahib olduğunuz müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı ilə sizə haram edildi. Bunlardan başqaları isə namusla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə etdiyiniz qadınların mehirlərini lazımi qaydada verin. Mehir müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötürü sizə heç bir günah yazılmaz. Həqiqətən Allah biləndir, hikmət sahibidir. İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar, sahib olduğunuz mömin cariyələrdən alsınlar. Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehirlərini qəbul olunmuş qaydada verin. Əgər onlar zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu, zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir. Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə saptırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olanı yüngülləşdirsin. Çünki insan zəif yaradılmışdır. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır. Əgər siz qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq. Allahın birinizi digərinizdən üstün tutduğu şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allahın lütfündən istəyin. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin. Əlbəttə, Allah hər şeyə sahibdir.
Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir. Əməli salih qadınlar itayət edib, Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin. Onlardan yatağınızı ayırın və döyün. Sizə itayət etdikdə isə daha onlara başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür. Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif təyin edib göndərin. Əgər onlar barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən Allah biləndir, xəbərdardır. Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Ata-anıya, qohum-əqrabıya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, əlinizin altında olana yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz. O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər, mütləq cəzalarına çatacaqlar. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq. Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir. Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən sərf etsəydilər nə olardı? Allah onları tanıyandır. Həqiqətən, Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu 2 qat artırar və öz tərəfindən də böyük mükafat verər. Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman kafirlərin halı nə cür olacaq? O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər. Ey iman gətirənlər, sərxoş ikən nə dediyinizi anlamayana qədər və murdar olduğunuz zaman yol ötən müsafirlər müstəsnadır. Qüsül edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş olduqda, su tapmadığınız zaman, paç bir torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün. Şübhəsiz ki, Allah əhv edəndir, bağışlayandır. Məyər sən kitabdan bir pay verilmiş olanları görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də yoldan azmanızı istəyirlər? Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Bir dost və yardımcı kimi Allah kifayət edər. Yahudilərin bir qismi sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə tənə vurmaq məqsədi ilə eşitdik və qəbul etmədik, eşit, eşitməz olasan və rayına deyirlər. Əgər onlar eşitdik və itayət etdik, eşit və bizə tərəf bax desəydilər, əlbəttə onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfürləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir. Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb, ənsələrinə çevirməmişdən və şənbə gününün hörmətini saxlamayanlara etdiyimiz kimi, onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı təsdiqləyən olaraq nazil etdiyimizə iman gətirin. Allahın əmri mütləq yerinə yetəcəkdir. Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əhv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə böyük günah etmiş olur. Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz. Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax. Bu, açıq-aşkar bir günah olaraq kifayətdir. Kitabdan bir pay verilənləri görmürsənmi? Onlar cibt və tağuta inanır və kafirlər üçün də bunlar möminlərdən daha doğru yoldadılar deyirlər. Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən. Yoxsa onların hökmranlıqdan bir payı vardır. Əgər belə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu belə verməzdilər. Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar. Halbuki biz İbrahim övladına da kitab və hikmət vermişdik.
və onlara böyük mülk bəxş etmişdik. Onlardan kimisi ona iman gətirdi, kimisi də ondan üz döndərdi. Üz döndərənlərə cəhənnəmin alovlanmış odu kifayət edər. Ayələrimizi inkar edənləri oda atacağıq. Onların dəriləri biçdikcə əzabı dadsınlar deyə o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. İman gətirən və yaxşı işlər görən şəxsləri altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik. Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah eşidəndir, görəndir. Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin. Bu, daha xeyirli və nəticə itibarilə daha yaxşıdır. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar tağutun hüzurunda mühakim olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan zəlalətə sürükləmək istər. Onlara Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin deyildiyi zaman münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən. Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman necə olacaq? Sonra onlar sənin yanına gəlib, biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik deyərək Allaha and içəcəklər. Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini bilir. Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de. Biz hər bir Peyğəmbəri ancaq ona Allahın izni ilə itayət olunsun deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər, Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər. Amma xeyr, Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan, sənə tam bir itayətlə boyun əyməyincə iman gətirmiş olmazlar. Əgər biz onlara özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın deyə yazıb əmr etsəydik, içərilərindən az bir hissəsi müstəsna olmaqla yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və düzgün olardı. O zaman biz də onlara öz tərəfimizdən böyük mükafat verərdik və onları düz yola yönəldərdik. Allaha və Peyğəmbərə itayət edənlər, Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salihlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır. Bu mükafat Allah tərəfindəndir. Hər şeyi bilən Allah kifayət edər. Ey iman gətirənlər, ehtiyatı əldən verməyib silahınızı götürün və düşmənə qarşı cihada ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın. Aranızda elələri də vardır ki, ağır tərpənər və əgər sizə bir müsibət üz versə, Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım deyər. Əgər Allah tərəfindən sizə bir nemət yetişərsə, o zaman güya aranızda heç bir dostluq yoxmuş kimi, kaş ki mən də onlarla birlikdə olub, böyük bir qənimət əldə edərdim söylərlər. Elə isə, qoy dünyanı verib əvəzində ahirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik. Sizə nə olub ki, Allah yolunda, ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla deyə, dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz. İman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar. O halda şeytanın dostları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiləsi zəifdir. O şəxsləri görmürsənmi ki, onlara müharibədən əl çəkin, namaz qılın, zəkat verin deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək, ey Rəbbimiz,
cihad etməyi nə üçün bizə vacib etdin? Nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın, dedilər. Onlara söylə, dünyanın ləzzəti və faydası azdır. Lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə xurma çərdəyində olan nazik tel qədər belə zülm olmayacaq. Harda olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Onlara bir xeyir yetişdikdə, bu Allahdandır deyərlər. Bir pislik yüz verdikdə isə, bu səndəndir söyləyərlər. De, hamısı Allahdandır. Bu cəmaata nə olub ki, az qala söz də anlamır. Sənə yetişən hər bir yaxşılıq Allahdandır. Sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması kifayət edər. Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, qoy döndərsin. Biz ki, səni onların üzərində gözətçi olaraq göndərməmişik. Onlar itaət edirik deyir. Lakin sənin yanından çıxıb getdikləri zaman, onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları yazır. Sən onlardan üz çevir. Allaha təvəkkül et. Allahın vəkil olması kifayət edər. Onlar Quran barəsində düşünməzlərmi? Əgər o Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. Onlara əminamanlıq və ya qorxu xəbəri gəldikdə, dərhal onu yayarlar. Halbuki, əgər bunu Peyğəmbərə və ya özlərindən olan ixtiyar sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan kimsələr bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla şeytana uyardınız. Allah yolunda vuruş, sən yalnız özünə cavabdeysən. Möminləri də cihada təşviq et. Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun. Allahın qəzəbi də, əzabı da çox şiddətlidir. Yaxşı işə vasitəçi olana onun savabından, pis işə vasitəçi olana onun günahından bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. Sizə salam verildiyi zaman, onu daha gözəl alın və ya qaytarın. Şübhəsiz, Allah hər şeyi hesaba alandır. Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü, hamınızı əlbəttə O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər? Siz nə üçün münafiqlər barəsindəki hissəyə ayrıldınız? Halbuki Allah onların etdikləri əməllərinə görə əvvəlki hallarına qaytarmışdır. Siz Allahın saptırdığı kimsəni doğru yola mı gətirmək istəyirsiniz? Allahın saptırdığı kimsə üçün heç bir doğru yol tapa bilməzsən. Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özləri ilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda hicrət etməyənə qədər onlardan dost tutmayın. Əgər onlardan üz çevirsələr, onları harda görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun. Ancaq sizinlə aralarında əhd olan bir tayfiyə sığınanlar, yaxud sizinlə və ya öz qövmləri ilə vuruşmaqdan ürəkləri sıxılaraq sizin yanınıza gələn şəxslər müstəsnadır. Allah istəsəydi onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz. Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz cəmaatından arxayın olmaq istərlər. Bunlar da hər dəfə fitnə fəsad törətməyə sövq edildikdə başaşağı ora atılarlar. Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harda rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik. Heç bir möminə başqa mömini öldürmək yaraşmaz. Bu səhvən olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qan bahasını sədəqə olaraq bağışlamadıqda, onlara tam şəkildə qan bahası verməlidir. Əgər öldürülən şəxs mömin olduğu halda sizə düşmən olan bir tayfadandırsa, o vaxt öldürən şəxs mömin bir qul azad etməlidir. Əgər sizinlə əhd bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qan bahası verməklə bərabər mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs azad etməyə qul tapa bilməsə, o Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca 2 ay oruç tutmalıdır. Allah biləndir, hikmət sahibidir. Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir.
Allah ona qəzəb və lənət edər. Onun üçün böyük əzab hazırlar. Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun. Sizə müsəlman olduğunu bildirən bir kimsəyə, dünya həyatının puç mənfəətinə tamaslanaraq, sən mömin deyilsən deməyin. Halbuki, çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz. Lakin Allah sizə mərhəmət etdi. Elə isə siz də diqqətli olun. Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır. Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə itibarilə üstün tutdu. Allah bunların hamısına savab vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. Onları Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir. Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər, siz hicrət zamanı nə işləyirdiniz? Onlar söyləyəcəklər, biz yer üzündə zəif kəslər idik. Mələklər də onlara, Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz, deyəcəklər. Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan, aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əhv etsin. Allah əhv edəndir, bağışlayandır. Allah yolunda hicrət edən şəxs, yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm ona haqlasa, həmin şəxsin mükafatını Allah özü verər. Allah bağışlayandır, rəhm edəndir. Səfərə çıxdığınız zaman, kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndilər. Sən içərisində olub onlara namaz qıldırdığın zaman, onlardan bir dəstə silahlarını götürsünlər. Səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək, gəlib səninlə birlikdə namaz qılsın. Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə bir dəfəlik basqın edeydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı yerə qoymaq sizə günah deyildir. Lakin ehtiyatınızı gözləyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır. Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin. Arxayınlığa çıxdıqda isə namazı öz qaydasınca qılın. Çünki namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir. Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki, siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir. Həqiqətən, biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən olma. Allahdan bağışlanmaq dilə. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir. Özlərinə xəyanət edən şəxslərdən ötürü mübahisə etmə. Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz. Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O, onların yanındadır. Allah onların nələr etdiyini biləndir. Budur, siz dünyada onlardan ötürü mübahisə etdiniz. Bəs qiyamət günü kim onlardan ötürü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır? Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir. Hər kəs bir xəta və ya günah edib, onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar. Əgər sənə Allahın lütfu olmasaydı, əlbəttə onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfu böyükdür. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur.
xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik. Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir. Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs şübhəsiz ki, çox azmışdır. Məkkə müşrikləri Allahı qoyub yalnız qadın bütlərə tapınır və yalnız asi şeytana ibadət edirlər. Allah ona lənət etdi. O isə dedi, əlbəttə, mən sənin bəndələrindən müəyyən bir qismini ələ alacam. Onları hökmən saptıracaq, xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəm. Allaha atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. Şeytan onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir. Onların yeri cəhənnəmdir və oradan xilas olmağa çarə tapmazlar. İman gətirib yaxşı işlər görənləri isə biz altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir? Bu nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır. Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz. Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabi olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən Allah İbrahimi dost tutmuşdur. Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Allah hər şeyi ehtiva etmişdir. Səndən qadınlar barəsində fətva istəyirlər. De ki, onlar barəsində fətvanı sizə Allah və kitabdan sizə oxunan ayələr verir. Onlar verilməsi vacib olanı özlərinə verməyərək, evlənmək istədiyiniz yetim qızlar və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir. Sizin etdiyiniz bütün xeyirli işləri şübhəsiz ki, Allah bilir. Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıq düzəlişmələrindən heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb, dava-dalaşdan, kobud rəftardan çəkinsəniz, bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır. Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı birisinə tamamilə meyl göstərib, digərini aslı vəziyyətdə qoymayın. Əgər özünüzü islah edib, belə hərəkətlərdən çəkinsəniz, Allah sizi bağışlar. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Əgər onlar, ər-arvad, bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini öz geniş lütfü ilə ehtiyatsız edər. Həqiqətən Allah geniş lütf sahibi, hikmət sahibidir. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa Allahındır. Allah ehtiyacsızdır, şükür olunmağa, tərif olunmağa layiqdir. Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər. Ey insanlar, əgər o istərsə, sizi yox edər, başqalarını gətirər. Allah buna qadirdir. Hər kəs dünya savabını istərsə, dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir. Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahid olun. İstər dövlətli, istər kasıb olsun. Hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub, haqdan üz çevirməyin. Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, bilin ki, Allah etdiyin işlərdən xəbərdardır. Ey iman gətirənlər!
Allaha və Peyğəmbərinə, onun öz Peyğəmbərinə indirdiyi kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin. Allaha, onun mələklərinə, kitablarına, Peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs şübhəsiz ki, çox azmışdır. İman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir. Münafiqlərə müjdə ver ki, onlardan ötürü şiddətli əzab var. O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. İzzət və qüdrəti onların yanında maqtarırlar. Şübhəsiz ki, qüdrət tamamilə Allaha məxsusdur. Allah kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin. Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə bir yerə toplayacaqdır. Sizə göz qoyan Allah tərəfindən sizə bir qələbə öz verdikdə, məyər biz də sizinlə deyildikmi deyər? Kafirlərə nəsib olduqda isə, məyər biz sizə qalib gələ bilməzdikmi? Məyər biz möminlərə mane olmadıqmı söyləyərlər? Qiyamət günü Allah özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə, möminlərin əleyhinə olan bir yol göstərməz. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər. Tərəddüd edib nə bunlara, nə də onlara tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən. Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın. Məyər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz? Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan. Tövbə edənlər, özlərini islah edib düzələnlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərlə bərabərdilər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki? Allah şükrə qiymət verəndir, biləndir. Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah eşidəndir, biləndir. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz, Allah onları bilər. Allahı və Peyğəmbərlərini inkar edənlər, Allahı Peyğəmbərlərindən ayırmaq istəyənlər, biz Peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər, bütün bunlar həqiqətən kafirdirlər. Biz kafirlərdən ötürü alçaldıcı əzab hazırlamışıq. Lakin Allaha və Peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir. Kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki onlar Musadan bundan daha böyüyünü istəmiş və bizə Allahı aşkar göstər demişdilər və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın möcüzələr gəldiyi halda buzova sitayiş etmişdilər. Biz bundan da keçdik və Musaya açıq-aşkar dəlil verdik. Əhdə riayət etsinlər deyə Tur dağını onların üzərinə qaldırdıq və onlara qapıdan səcdə edərək daxil olun. Şənbə gününün qayda qanununu pozmayın dedik və onlardan möhkəm əhd aldıq. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, Peyğəmbərləri haqsız yerə öldürdükləri və ürəklərimiz pərdəlidir dedikləri ucundan Allahın lənətinə düçar oldular. Bəli, öz küfürləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların az bir hissəsi iman gətirər. Onlar həm də küfür etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün lənətə düçar oldular. Biz Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində əlbəttə şək-şübhə içərisindədirlər.
onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin. Lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir. Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə və qadağan olunmasına baxmayaraq, sələm aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı, halal olanı onlara haram buyurduq. Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq. Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz əlbəttə onlara böyük mükafat verəcəyik. Biz Nuha və ondan sonraki peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İsaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. Biz peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq. Bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı. Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. Lakin Allah sənə nazil etdiyi ilə şəhadət verir ki, onu öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər. Allahı inkar edən və insanları Allahın yolundan döndərən şəxslər şübhəsiz ki, haqdan çox uzaq bir zəlalətə uğramışlar. Kafirləri və zülmkarları şübhəsiz ki, Allah bağışlayan və onlara bir yol göstərən deyildir. Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa. Bu isə Allah üçün çox asandır. Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı gətirdi. Ona iman gətirin. Bu sizin üçün xeyirli olar. Siz inkar etsəniz də, bilin ki, göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Allahın sizin ona inanıb inanmamağınıza heç bir ehtiyacı yoxdur. Həqiqətən Allah biləndir, hikmət sahibidir. Ey kitab əhli, öz dininizdə hədd aşmayın. Allah barəsində yalnız haqqı deyin. Həqiqətən Məryəm oğlu İsa Əl-Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. Allah barəsində üçdür deməyin. Belə sözlərə son qoyun ki, bu sizin üçün daha yaxşı olar. Həqiqətən Allah tək bir tanrıdır. Övladı olmaqdan kənardır. Göylərdə və yerdə nə varsa O'nundur. Allahın vəkil olması bəs edər. İsa Əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını öz hüzuruna toplayacaqdır. Allah iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək. Üstəlik, öz nemətindən onlar üçün artıracaqdır. Allaha ibadət etməyi özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar. Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik. Allah ona iman gətirən və ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər. Səndən fətva istəyirlər. De, atası və övladı olmayan şəxsin mirası haqqında Allah sizə belə fətva verir. Övladı olmayan bir şəxs vəfat etdikdə, onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı onun varisidir. Əgər vəfat edən şəxsin 2 bacısı varsa, mirasın 2/3 onlara çatır. Əgər varislər qardaş və bacılardan ibarət olarsa, kişiyə qadına düşən payın 2 misli verilir. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir.